Kargo kuryer müştəri rubrikasında gömrük yoxlanışı, gömrükdə bəyan etmək, bağlamaların gömrükdə niyə gec çıxması haqqında danışacağıq. Ölkəmizin qanunvericiliyinə əsasən hər bir vətəndaşımızın ölkə xaricindən aldığı məhsula görə $300 güzəşt limiti var. Bu limiti tənzimləmək üçün hər bir şəxs aldığı məhsulu doğru bəyan etməlidir. Bəyan edə bilmək üçün mütləq və mütləq fin-kodu sifariş etdiyiniz saytda doğru yazmalısınız. Hal-hazırda bağlamalar gömrükdə niyə gecikir sualına cavab isə bu mənim öz şəxsi fərziyəmdir. 6 illik təcrübəmə əsaslanaraq bunu ifadə etmək istəyirəm ki, gömrükdə bağlamaların yoxlanması üçün 3 xətt var. Birinci xətt bağlamaların tək-tək yoxlanmasıdır. Necə ki, hal-hazırda həmin proses baş verir. İkinci xətt qutu şəklində yoxlanmadır. Üçüncü xətt palet şəklində yoxlanmadır. Dünənə qədər gömrük humanist davranırdı. Palet şəklində yoxlayırdı, qutu şəklində yoxlayırdı. Və gördülər ki, insanlar bu humanistlikdən sui-istifadə edirlər. Necə? Qeyd etdiyim kimi fin-kod əsasdır və baxdılar ki, bir çox insan fin-kod yerinə 1, 2, 3, 4, 5, 6, 7 yazır. Və bu təkrarlanır. Ölən şəxslərin adına sifariş edənlər olur, bunu bəyan edə bilmir. Və yaxud da bilərəkdən, bilməyərəkdən bəyan etmir. Və bunun sayı artdığına görə gömrük başladı yoxlama qaydasını dəyişməyə. Təsəvvür eləyin, gömrüyə daxil olur 100 qutu bağlama, onu əvvəl salırdı bir aparatda, çıxardırdım. İndi isə o qutu açılır, qutunun içində olur 50 dənə, 60 dənə bağlama, bağlamalar tək-tək yoxlanılır. Bu gecikmə buna görədir və digər doğru bəyan edənlər də haqlı olaraq narazılıq edirlər. Sadəcə olaraq onların bilmədiyi bir məqam var ki, gömrüyə daxil olan qaymə, yəni içində bəyan olan, olmayan, tam şəkildə yoxlanmalıdır ki, o qayməni çıxışa verə bilsin. Məsuliyyətli olaq ki, digərləri də əziyyət çəkməsin. Burada dayanırıq, amma düşünmək.